Buradan baxın videolardan əlavə edə bilərsiniz. Add creative yazır. From library create. Create eləsəz indi bu dəqiqə çəkməli olacaqsınız. From library olsa, sizin indiyə qədər burada qoyduğunuz reklamlardan götürə bilərsiniz. Məsələn, mən bu 3 dənə videonu qoya bilərəm, amma indi yəqin ki sizdə olmayacaq bu. Ona görə də mən sizə upload forması ilə göstərəcəm. Upload eləyirik. O PPS-dən yüklədiyiniz videolar gəlir sizdə burada zaqruzkaya düşür də, downloadsa düşür. Həmin oradan bu videoları əlavə edə bilərsiniz. Buradan əlavə eləyin, getsin. Məsələn, mən 5 dənə video qoyuram, məsələn. 5 dənə çox oldu. Buradan çalışacağım ikisini, üçünü çıxardım. Upload eləyək, görək neçəsi yüklənir hələ. Videolar orada yüklənməyə davam edərkən mən buna da davam edeyim, kesin bunu da izah edeyim sizə. Tekstdə bayaq dediyim kimi altına yazmalı olduğunuz caption'dır. Bura nə yazmaq lazımdır? Mən özüm yazıram, yəni siz istəsəz başqa şey də yaza bilərsiniz. Məsələn, sən bu krant başlığını al, daha xoşbəxt olarsan. Bir dənə belə şey yaza bilərsiniz. Məsələn deyirəm. Mən amma get yours before it dance yaza bilərsən. Məsələn, belə yaza bilərsən. Yəni bitmədən al da, başa düşdün necə? Get yours 60% off only for today. Belə yazıram. Sonra da neysə. Hələ ki qobralar eləyək. Görün istəyən video yükləndi. Bir dənə video yüklənir belə ki, buradan gəlin add eləyək əlavə videolarda. Bura əlavə eləyə bilərik. Burada mənim library'm var elə. Yəni siz yolunu bildiniz zaten. Mən buradan library'dən istifadə edəcəm. Okey. Bu var. Bu da var. Videolar uzundur əslində. Gələ bunu qoyalım 15 saniyəlik. Bir də bu TikTok adresi-də belə bir şey var. Bilmirəm nədəndir. Çox gecikir hər şey. Çox gecikir, hər şey gecikir. Gecikdir. Bunu delete eləyək. 2-dən bəsdir. Və bu yazı sizi qorxutmasın zaten. Yəni burada reklam yerində verəndə gedəcək, ona narahat olmayın. Bir də ki, bax məsələn bunun üstünə basanda bu videonun altına bunu yazıb qoya bilərsiniz. Yəni bundan gedir belə. Bu da bayaq dediyim kimi idi. O Shopify-da var idi TikTok Instant Page. Yəni TikTok səhifəmizi göstərsin yoxsa web saytı göstərsin. Web sayt saxlayın həmişə. Burada sizin şey olmalıdır. Həmən məhsulun linkini qoymaq lazımdır. Belə. Yüklənəcək indi bura. Yüklənəndən sonra isə bu həmişə dynamic olmasına fikir verin, dynamic olsun. Dynamic yox, standart olmalıdır, estağfurullah. Dynamic gələcəyin işi də hələ ki yox. Bizə Shop Now eləyirik. Shop Now. Baxın burada Shop Now knopkası yazılması üçün standart eləyirik və Shop Now knopkasını da saxlayırıq. Əgər bayaqki kimi dediyim kimi, yəni siz nəsə proqram yüklüyorsunuz, proqram satırsınız ya nəsə edirsinizsə, buradan baxın. Bunlardan siz subscribe edə bilərsiniz. Əgər abunəlik istəyirsinizsə, ya nə bilim, proqram satırsınızsa download edə bilərsiniz. Biz məhsul satırıq, Shop Now olacaq. Burada Shop Now olacaq. Tracking optional. Bu optional şeylərə fikir verməyə ehtiyac yoxdur. Third party tracking settingsə də ehtiyac yoxdur. Bu deməli bizim birinci kreativimizə aid olan bir səhifə idi. Bu isə ikinci kreativimizdir. Basanda, yəni bunu götürüb düzəltməmiş paylaşmaq olmayacaq onsuz da. Paylaşsanız belə uğursuz olasınız. Buradan yenə dediyim kimi bunu bilirik. Bu ikinci kreativimizdir. Videolarınızda adlandıra bilərsiniz ki, bu video hansı videodur. Bu video nə bilim bu 2 ay olan videodur. Bu video nə bilim 13 saniyəlik videodur. Məsələn mən bunu yazıram 13 saniyə. Bu birisini yaza bilərsən 12 saniyə belə. Prosta videolar baxanda fərqlərini tuta biləsiniz deyə. Bunu sizdən başqa heç kim görmür onsuz da. Buradan da həmin o yazının yəni eynisini yazıram. Get yours 60% off only for today. Website linkimizi qoymağı unutmuruq.
Linkimiz yüklənmə ərəfəsindədir. Standart edirik. Və gecikir uşaqlar, mənlik deyil, gözləməliyik. Bunu basandan sonra da shop now yazılacaq. Burada hepsi shop now'da da qalır. Və biz submit edirik. Əgər kreativinizi artırmaq istəsəniz, buradan əlavə add də eləyə bilərsiniz. Və biz artıq reklamımıza biraz pul xərcləmişik. Bu bizim birinci reklamımızdır. Amma gördüyünüz kimi bir dənə kampanya düzəltmişdik və o bir kampanyanın içində 2 dənə ad qrup var. Targeted California və No Interest California. Yəni birində target eləmişdik ki, hansı maraq dairəsində olan insanlar olsun. Birində isə ümumiyyətlə heç nə eləməmişdik və prosto paylaşmışdıq ki, piksel yığılsın. Və baxırıq burada adam uca $25 birinə xərcləyib, $22 birinə. Klikslərdə 1.14-dən klik eləyib, 1.13 klik eləyib. Conversion'da 0.0 göstərir. Bu bəzən TikTok ilə Shopify arasında problemi olur. Conversion'lar bura düşmürlər. Və bu da bizim pikseli normal olaraq anlamağımıza gətirir çıxardır. Amma yenə də buna baxmayaraq bizim 2 dənə satışımız oldu. Hal-hazırda 2 dənə adam var saytımızda. Baxaq görək saytımıza girən adamlar hardandır. Biri Pacoimica. Düzdür, Kaliforniyadan da hamısı. Çünki biz ancaq Kaliforniyaya reklam vermişik də. Gördüyünüz kimi orada ancaq Kaliforniya eləmişdik. Pacoima və Santa Ana. Niyə belə öz-özünə girir? Bir saniyə bağışlayın. 2 dənə adam var live-da hal-hazırda. Yəqin ki, bunlar da bizim müştərimizə çevrilə bilərlər. Baxaq görək burada harda yerləşirlər. Gördüyünüz kimi Kaliforniya ştatının ətrafındadılar. Biri çıxdı. Bu qalıb hal-hazırda buradadır. Alma fikri yoxdur hələ ki, heç aktiv kartı da yoxdur. Bu geri qayıtdı. Ola bilər ki, alsın. Fikri ciddiyə oxşuyur. Neyse zakazlarımıza baxaq uşaqlar. Kaliforniyadan 2 dənə zakazımız gəlib. Elə TikTok Ads üzərindən. Deməli, bax, bir dənəsi götürüb reklam Shopify mağazasının açığı mən yığmamışam. Tələbələrdən biri yığmışdı. O da götürüb bir çoxlarınızın elədiyi səhvlərdən eləyib götürüb çatdırılmaya pul qoymuşdu ki, bu çatdırılma bu qiymət olsun. Təsəvvür edin, nə qədər saat çatdırılmaya görə əlavə pul göstərib deyə adamlar neçə nəfər bəlkə də fikrindən daşınıb almayıblar. Ona görə satış hələ ki azdır, 2 dənədir. Amma yenə də olsun, adam alıb 17.99-a plus $5.90 çatdırılmaya görə pul verib, cəmdə 23.89. Baxın, Kaliforniya ştatından gəlib zakaz. Yəni edit eləyəndə sizə tam adresdə göstərim. Kaliforniyadan gəlib zakazımız. Anne Young xanım tərəfindən. Keçək o bir zakaza görək, o bir zakaz çıxdı. Bir də Jose Puga adında bir adam alıb bizdən. Bu da görək Kaliforniyadan alıb. San Valley şəhərindən alıb. Bunda gördüyünüz mən o şey ayılandan sonra ki, bu çatdırılma pulu çıxır cəmaatdan. O çatdırılmanı geri aldım. $17.99 bu məhsuldan bir dənə də satıldı. İndi baxaq uşaqlar, yəni hal-hazırda da vizitorumuz var. Yəqin ki, bunlardan da hələ reklam vaxtı bitməyib. Pulumuz da yəni hal-hazırda orada xərclənilir. Xərclənilsin, görək axırda sonunda nə qədər satış olacaq. İnanın ki, buradan gələcək bu satışlar heç bir maraqlı deyil. Sadəcə fikrimiz, sadəcə sizə burada gedişatın necə olduğunu öyrətməkdir və bu hal-hazırdakı kampanyalardan satış gözləmək ümumiyyətlə düzgün deyil. Çünki hələ biz bilmirik kimə nə reklam eləmişik. Yəni Kaliforniya balaca bir ştat deyil, az əhalisi olan bir yer deyil. Və belə bir şey var ki, mən Kaliforniya elədim sadəcə nümunə üçün. Yəni sizə də məsləhət görmürəm Kaliforniya eləməyə, çünki bu dəqiqə bu işlə məşğul olan ən çox insanlar elə Amerikada yaşayır və hər kəs də Kaliforniyanı target eləyir. Mən də onlar kimi Kaliforniyanı target elədim deyə böyük rəqabətin içinə girdim. Amma olsun, yenə də böyük rəqabətlərdən heç vaxt qorxmamışıq. Yəni baxaq görək sonuna qədər gedəcəyik, görək
biz bu məhsuldan axıra qədər necə karlı çıxırıq, yoxsa pul itiririk. Yəqin ki, pul itirəcəyik, çünki bu məhsul həqiqətən doymuş məhsuldur. Sadəcə dərs olaraq başda demişdim ki, dərs olaraq bu məhsulu seçirik. Nəsə keçək view dataya baxaq. Görək datalarda nələri yığmışıq indiyə qədər. İndiyə qədər 10581 impressionumuz olub. 14 klikimiz olub. CPC-miz 1.85-dir. Yəni hər klikə $1.85 pul çıxır. CTR-ımız isə 0.89%. Baxın uşaqlar, burada tərsinə olmalıydı. Bu CPC aşağı, CTR yuxarı olmalıdır. Bayaq sizə kağıza yazdıranda demişdim, aşağı ox, yuxarı ox. Yəni, ona uyğun olmalıydı. İndi isə baxaq görək burada başqa nə cür analizlər var. Yəni burada hələ ki normal data yığılmayıb, çünki reklam getdiyi elə də böyük saatlar deyil. Hələ o saatların hamısı yığılmalıdır. CPM-i əlavə eləyək. Confirm eləyək, result rate falan hamısı var. Bu dataların hamısına gələcəkdə bir də baxarıq, reklamlar bitəndən sonra. Sadəcə TikTokla necə reklam eləmək olardı, onu izah eləyirdim. Əslində elə də çətin bir şey deyil, çox asandır. Sadəcə yenə deyirəm, köhnələrdən öyrəndiyiniz kimi winning produktı tapmaqdır əsas məsələ. Ondan sonra həmən məhsulu, yaxşı reviewları yığmaqdır, description-ı yaxşı düzəltməkdir, brend olaraq özünüzü göstərməkdir. Bunlara çox fikir verməlisiniz. Bu arada yaxşı yadıma düşdü, mən deyəsən heç məhsula review qoymamışam, yadımdan çıxıb. Baxaq görə reviewsu varmı bunun? Ya, böyük ehtimal qoymamışam. Videoda demişdim qoyacağam, amma qoymağı unutmuşam. 0 reviews. Review. Yəni dediyim kimi uşaqlar, elə də maraqlı deyil. Yəni bu məhsulu sonu necə olacaq sadəcə göstərmək üçün eləyirdim. Amma indi sizdən sonra review'unu düzəldəcəm ki, bəlkə satışı daha da çoxaldarıq. Hal-hazırda yenə saytda adam var, 2 nəfərdir. Aktivlik dayanmır, davam edir. Yəni reklam pulumuz azdır əslində. Ona görə belə olmağı normaldır. Bir nəfər desən elə bu da özümüz dediyim 2 görmüşdüm. Biri Amerikadan idi, yəqin ki bu bir dənəsi də bizik. Nəysə, qayıdaq TikTokumuza. İndi isə mən sizə nə izah edəcəm uşaqlar. Bu Amerikanı qoyaq bir kənara. Əgər biz balaca bir ölkələrə reklam eləmək istəyiriksə, hansı ki Kaliforniya kimi yox, nəhəng yox, balaca bir ölkələrdən başlayıb oradan reklam eləyə bilərik. Məsələn, deyək ki, yox, bu axırıncını mən sizlə eləməmişdim, çünki eləmişdim əvvəlcədən. Nəysə, website conversion-a girək. Buradan bunu bir dənə tez bazar düzəldir, buralarını bilirik. Campaign name olsun. Test 2. Continue eləyək. Eləyəndən sonra burada indi ölkələrə baxaq. Görək hansı ölkələr var. Bayaq Shopify-dakı TikTok hesabımda başqa TikTok hesabı ora bağlı idi. Oradakı ölkələr tamam başqadır. Buradakı ölkələr tamam başqadır. Burada Avropadır, orada amma Amerika hesabıdır. Mən bir Shopify-a 2 piksel əlavə eləmişəm. Yəni bunu eləyə bilməyənlər olsa aranızda deyərsiniz onun hansı app-ilə eləmişəm, izah eləyərəm. Create campaign eləyəndən sonra buradakı ölkələrə baxaq görək burada nələr var, orada nələr var. Baxın burada location'da Avstriya, Belçika, Çexiya, Danimarka, Misir, Finlandiya, Fransa. Balaca ölkələr də var. Məsələn İtaliyada var. Sonra Koreyada var. Baxıb bunların içində baxıb araşdırıb rifah ən güclü olan ölkə hansıdırsa oradan satışlar elətdirə bilərsiniz. Məsələn İsveçrə çox superdir. Yəni burayla çox qəşəng satışlar eləmək mümkündür. İsveçrədən yenə də çox sifarişlərim olub. İndi isə buradan baxaq görək burada hansı ölkələrimiz var. Kanada, Misir, Koreya, Küveyt, Marokko, Qatar, Ərəbistan, Afrika, bir də Ərəbistan. Türkiyədə var. Türkiyəyə reklam eləmə məsləhət görmürəm hal-hazırda. Biz buradan hansısa ölkəni seçiriksə əgər sizə çox belə şiddətli dərəcədə məsləhət görürəm ki,